Əgər proqramlaşdırmaya yeni başlamısansa və front-end mi öyrənim, back-end mi deyə düşünürsənsə, bu video sənin üçündür. Sayta giririk, hər hansı bir sayta giririk, düyməni basırıq və hər şey işləyir. Amma bu necə baş verir? Tam olaraq bu gün sənə front və back-end nədir, aralarındakı əsas fərqi tam sadə dillə izah etməyə çalışacağam ki, proqramlaşdırmadan anlayışı olmayan insanlar belə bunu başa düşə biləcəklər. Bugünkü mövzumuz bizim front və backdir. Ekranda bizim gördüyümüz bu hissələr front-enddir. İstifadəçinin gördüyü və toxunduğu hər şey front-end deməkdir. Yəni front-enddə bunlar daxildir. Məsələn, saytın dizaynı, rənglər, batonlar, menyular, yazılar, hamısı front-enddir. Yəni bir sayta girəndə sayt necə görünür? Yəni saytın görüntüsünə baxırsansa və gördüyün orada hər şey frontdur. Yəni front-enddir. Məsələn, saytda bir baton var. Məsələn, göndər düyməsi var. Düymə bizim dildə düymə deyil, amma baton deyilir. Baton deyilsə daha yaxşı olar. Sən batını görürsən, üzərinə klikləyirsən, front-enddir bu. Amma sən bu batona basdıqdan sonra gedən əməliyyatlar artıq back-end olur. Yəni görünməyən hissə. Düyməyə basdıqdan sonra görünməyən hissə, hansı ki sən bilmirsən bu düyməyə basdıqdan sonra nələr baş verir. Artıq o back-end'ə aiddir. İstifadəçinin görmədiyi, amma saytın işləməsi üçün vacib olan hissə back-end'dir. Back-end nə edir? Məlumatı qəbul edir, onu yoxlayır, bazaya yazır, cavab qaytarır və bütün bu işlər hamısı mən dediyim back-enddə olur. Məsələn, real nümunə, sən düyməyə basırsan, back-end onu yoxlayır. İstifadəçi düzgün gəlibmi, məlumatlar düzgündürmü, bazaya yazılsınmı və s. Və ya başqa bir nümunə üzərindən gedək. Məsələn, bunu biz bir restoran nümunəsi üzərindən də gedə bilərik və düşünürəm ki, siz elə daha yaxşı başa düşərsiniz. Məsələn, masalar var, menyu var və restoranın dizaynı var. Bunlar hamısı frontdur. Sağ tərəfdə məsələn bizim bu hissəmizdə də göstərildiyi kimi, məsələn, burada batonlar var. Bu batonların birbaşa baxın görürsünüz metodlar falan yazılıb. Bunları da metodlar falan filan, bunların hamısını mən C# dərsində kanalımda var. Girib izləyə bilərsiniz. Məsələn, bizim bir tərəfdə, restoranın bir tərəfində, sol tərəfində masalar, menyu var, dizayn var. Bunlar hamısı dediyim kimi front-end aiddir və bizim sağ tərəfdə məsələn mətbəximiz var. Orada hansı ki yeməklər hazırlanır, hesablamalar gedir. Bunu biz back-end-ə aid edə bilərik. Yəni müştəri mətbəxi görmür, amma yemək mətbəxdə hazırlanır. Yəni front görünən hissədir, back-end bizim işləyən hissəsidir. Və bu ikisi ardıcıllıqla necə işləyir deyə düşünsəz, fikirləşsəz, yəni normaldır. Back-end yəni bizim frontumuz normal düyməyə basdıqdan sonra back-ə sorğu göndərir, back-dən ona cavab gəlir. Və bizim bu gələn cavablar da normal front, bu müştərinin gördüyü hissə ki dedi, hansı ki front onu istifadəçiyə göstərir, bu qədər. Yəni belə düşünə bilərsiniz ki, əslində nə front back-endsiz işləyər, nə də back-end frontsuz. Yəni heç nə edə bilməzlər, hər ikisi də olmalıdır. Yəni ümid eləyirəm ki, bu nümunələrlə siz bunu başa düşmüsünüz. Əgər aydın olmayan bir hissə olsa, yenə rəylərdə yazıb bildirə bilərsiniz. Yəni mən düşünürəm ki, bu videoda front və back-end normal olaraq izah olundu, aydın oldu. Əgər bu video ilə frontu və back-endi sən aydın başa düşdünsə, videonu bəyən. Sualın varsa şərhlərdə yaz. Növbəti dərslərdə isə biz bu frontda hansı proqramlar istifadə olunur, onları görəcəyik, onları izah edəcəm sizə. Növbəti dərsdə görüşmək ümidi ilə hələlik.